Abşeron rayonunda 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə geniş və təntənəli tədbir təşkil edilib. Tədbirdə şəhid anaları, şəhidin həyat yoldaşları və onların əmanəti olan qız övladları, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən xanımlar bu əlamətdar gün münasibətilə təbrik olunublar. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin baş zabiti Fərzəliyev, millət vəkilləri Rizvan Nəbiyev və Nigar Məmmədova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli qəhrəman şəhid general mayor Polad Həşimovun anası Səmaya Həşimova, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri şəhid Elçin Həsənin anası Xatirə İsmailova, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva, Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıqova, rayonun idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Abşeron rayon İcra Hakimiyyətinin baş zabiti Fərzəliyev çıxış edərək şəhid analarını, həyat yoldaşlarını və Abşeronlu xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O qeyd edib ki, Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, ailənin sütunu, dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayan şəxsiyyət kimi seçilib. Qadınlarımızın mərdliyi, sədaqəti və zəhmətkeşliyi hər zaman xalqımızın inkişafında mühüm rol oynayıb. Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, Azərbaycan qadınlarının dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi istiqamətində dövlət səviyyəsində mühüm işlər görülür. O bildirib ki, gənclərimizin təlim-tərbiyəsində, onların vətənpərvəri ruhda yetişməsində analarımızın əməyi əvəzsizdir. Məhz bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Başkomandan İlham Əliyevin dəmir yumruq ətrafında sıx birləşərək vətən müharibəsi zamanı düşmənə ağır zərbə vurub və xalqımız tarixi zəfər qazanıb. Sonra millət vəkilləri Rizvan Nəbiyev və Nigar Məmmədova, vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev, şəhid anası Rəna Bağırova çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı mühüm roldan, cəmiyyətimizin inkişafı naminə göstərdikləri fədakar fəaliyyətdən bəhs ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan qadını təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin dayağıdır. Onun mərhəməti, müdrikliyi və zəhməti millətin gələcəyini formalaşdırır. Daha sonra Abşeron rayon İcra Hakimiyyəti tərəfindən 45 saylı Abşeron seçki dairəsi, dairə seçki komissiyasının sədri Dilşad Abbasova, Abşeron Xızı Regional Təhsil İdarəsinin müdiri İlhama Abdullayeva, Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıqova və bir qrup şəhid anaları fəxri fərmanlarla təltif ediliblər. Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Ölkəmizin tanınmış xalq və əməkdar artistlərinin ifaları, eləcə də bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Musiqi və sənət nümunələri Azərbaycan qadının gözəlliyini, mərhəmətini, sədaqətliyini və gücünü tərənnüm edib. Tədbirin ən təsirli məqamlarından biri isə şəhid övladlarının analara həsr etdikləri sürpriz hədiyyə olub. Bu anlar zalda kövrək və duyğulu hisslər yaradıb. İştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Şəhid analarının fədakarlığı və dözümlüyü xüsusi hörmətlə qeyd olunub. Sonda şəhid analarına gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub.
Tədbir iştirakçıları Azərbaycan qadının cəmiyyətimizdəki yüksək mövqeyini, onların dövlətimizin və xalqımızın inkişafındakı misilsiz xidmətlərini bir daha vurğulayaraq, bu əlamətdar gün münasibətilə bütün xanımları təbrik ediblər. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Dinaz TV üçün.